Necə ki, Həzrət Əleyhisselam buyurur ki, nə qədər məni itirməmisiniz, sizin aranızdayam, məndən soruşun. Çox vaxtlar olub, xristiyanlar, yəhudilər, başqa din mənsubları gəliblər, Həzrət Əleyhisselamdan sual ediblər ki, Əleyhisselamın elmin bir daha yoxlamaqdan ötürü, bir daha yəqinlik əldə etməkdən ötürü. Hansı ki, kitablarda yazılıb ki, 4 xristiyan alim ayrı-ayrılıqda eyni sualı ki, Həzrət Əleyhisselama vermək istəyirlər və deyirlər ki, əgər Həzrət Əli bu sualların, verdiyimiz sualların hamısına eyni cavab versə, bil ki, elmi də naqisdir. Birinci xristiyan alim Həzrət Əleyhisselama sual edir. Mal, var, dövlət toplamaq əfsəldir, yoxsa elm öyrənmək, elm toplamaq əfsəldir? Həzrət Əleyhisselam birincinin cavabında buyurur, elmi toplamaq əfsəldir. Çünki malı, varı, dövləti sərf edərsən, xərc edərsən, o azalar. Amma elmi sərf etdikcə çoxalar. Həmən xristiyan alim çıxır, ikinci xristiyan alim daxil olur. Həzrət Əleyhisselama sual edir, mal, var, dövlət toplamaq əfsəldir, yoxsa elmi toplamaq, elmi öyrənmək əfsəldir? O ikinci şəxsə Həzrət Əleyhisselam yenə cavabında buyurur ki, elmi toplamaq əfsəldir. Çünki buyurur ki, elm öz sahibini qoruyar, hifz edər, mal, var, dövlət sahibi isə gərək öz malın, varın, dövlətin hifz edəsin. Üçüncü xristiyan alim gəlir, Həzrət Əleyhisselamın yanına daxil olur, eyni sualı verir ki, mal, dövlət toplamaq əfsəldir, yoxsa elmi toplamaq? Həzrət Əleyhisselam buyurur ki, elm cəm edənin təvazükarlığı çoxalar, mal cəm edənin təkəbbürçülüyü çoxalar. Bir insan ki, elmi çoxalar, o insan təvazükar olar, təkəbbürçülük eləməz. Amma bir insanın ki, malı, varı, dövləti çoxaldı, sərvəti çoxaldı, başlayar mal, dövlət, sərvət o insanda təkəbbürçülük yaratmağa. Dördüncü xristiyan alim yenə gəlir, Həzrət Əleyhisselama sual edir ki, elmi toplamaq əfsəldir, yoxsa mal, var, dövlət toplamaq? Yenə Həzrət Əleyhisselam dördüncüsündən də cavab buyurur ki, elm toplamaq əfsəldir. Çünki buyurur ki, elmi çox olanın, elmi cəm edənin, elm sahibinin dostu çox olar, mal, var, dövlət sahibinin, qardaşlar, düşməni çox olar.